Allahümme salli ala Muhammed ve ali Muhammed. İnşallah mən çox uzatmayacağım. Hamınızı imamımızın mövlüdü münasibətilə təbrik edirəm. O ki, cümlə aləmin nəzarəti haqqında bir qəzəl deyəcəm. İnşallah Allah bizi nəzarətdən çıxanlar yox, dinimizin nizamında olanlardan qərar. Amin. Bismillah. Cümlə aləm dərdə düçardır, nəzarətdən çıxır. Cümlə aləm dərdə düçardır, nəzarətdən çıxır. Çarxı dönmüş çox fələklər istiqamətdən çıxır. Tanrı üçün səcdə etmişlər axarından dönür, sonda ruhun nəfsə satmışlar ibadətdən çıxır. Gerçi xilqət görsə nöqsanlarını islah olar. Gerçi xilqət görsə nöqsanlarını islah olar. Bilsə canın dərdə düçarı cəhalətdən çıxır. Səndə yarın eşqi varsa dur xəyanətdən kənar. Çünki aşiq hər kim olmuşsa sədaqətdən çıxır. Kim ki agah olsa səhvindən istiğfar eyləyir. Kim ki agah olsa səhvindən istiğfar eyləyir. Nəfsinə dustaq bütün hisslər əsarətdən çıxır. Qan ki canın daim işlək olmasını təmin edir. İçsə qanın dərdə düş, canın zəmanətdən çıxır. Qan misalın adi sanma, bağlanan mənası var. Qəlbi imansız olan kəslər ləyaqətdən çıxır. Zərrə canında ədalətdən əlamət yoxdursa, bu indi imam deyəndə, imamət deyəndə dövrümüzdəki ədalətsizliklər nəzərdə tutulur herhalde. Zərrə canında ədalətdən əlamət yoxdursa, lap imam olsun həmin insan imamətdən çıxır. Sən də nail cəhd elə tərk etməyə batilləri, bəndə ruhun həbs edən işlər ətalətdən çıxır. Sağ olun, dinlədiyinizi təşəkkür edirəm. İnşallah Allah bizi nəzarətdən çıxanlardan yox, nəzarətdə olanlardan qanalır. Qardaşımızın özünün, ailəsinin salamatçılığına sələvat zikr edir. Allahümme salli ala Muhammed Ali Muhammed.